Salam, hər vaxtınız xeyir olsun. Bugün dim test toplusunun say sistemləri mövzusunun suallarına baxacağıq. Birinci suala baxırıq. Onluq say sistemində verilmiş 16-nın kvadratı üstəgəl 17 ifadəsinin nəticəsini 8-li say sistemində ifadə edin. Biz bu zaman belə yazacağıq. 16 bilirik ki 3 üstü 4 deməkdir. 3 üstü 4 üstü 2 yazacağıq. Üzərinə gəlinsin 17. Bərabərdir. Bu eləyəcək 2 üstü 4 üstü 2, 2 üstü 8 eləyəcək. Üstə gəlinsin yenə 17. Daha sonra bizə 8-li say sistemi dediyi üçün biz əsası 8-liyə gətirməliyik. Ona görə 2 üstü 8-i belə yazacağıq. 2 üstü 8-i 2 üstü 3 üstü 2 yaza bilərik. Bu da eləyir 2 üstü 6. Bizim də ancaq verilən 2 üstü 8-dir. Bu da 2 üstü 6 elədi. Nə çatışmır? 2 üstü 2, yəni 4 çatışmır. Onu da qarşıya yazırıq. 4 vurulsun. 4 vurulsun 2 üstü 3 üstü 2. Üstə gəlinsin. 17-ni də kənarda 8-lik say sisteminə, 10-luqdan 8-ə keçəndə belə keçirik. 8-lik say sisteminə keçəcəyik. 16, bu da eləyəcək 2, 1. 2, 1, ayağında 8. Bərabərdir. 4 vurulsun 8-in kvadratı. Üstə gəlinsin 2, 1, ayağında 8. Biz bu 4 vurulsun 8 kvadratı, 4 yanında 2 dənə 0 deməkdir. Üzərinə gəlinsin 2, 1. Toplayan zaman bu da eləyəcək 421. Yəni B variantı 8-lik say sistemində. İkinci suala baxırıq. Hansı yazılış yanlışdır? Burada baxırıq. Onluq say sistemində 1, 0, 1, 5 var. Ona görə bu düzdür. 9-luq say sistemində 0-dan 8-ə qədərdir. Bəli, bu da düzdür. 8-lik say sistemində 0-dan 7-yə qədərdir. Buradakı rəqəmlər də var 8-lik say sistemində. 7-li say sistemində 0-dan 6-ya qədərdir. Bəli, bunlar var. 4-lü say sistemində ancaq 0-dan 4-ə qədərdir. 0, 1, 2, 3, 4-dür. Burada amma 5 də var. Ona görə Y variantı. Üçüncü suala baxırıq. Ədədi təşkil edən simvolların qiymətini simvolun mövqeyindən asılı olub olmamasına görə say sistemləri hansı iki qrupa bölünür? Mövqeli və mövqesiz. Y variantı. Dördüncü suala baxırıq. Göstərilərdən biri mövqeli say sisteminə aid deyil. Burada variantlara baxırıq. Yəni 21 yazılan bu mövqesiz say sisteminə aiddir. Rum rəqəmləri. Beşinci suala baxırıq. Say sisteminin əsası dedikdə nə nəzərdə tutulur? Say sistemini təşkil edən simvolların sayı. Məsəl üçün, ikilik say sistemini əsası 2-dir. Çünki orada 2 rəqəm var. 0 və 1. Əsası da 2 olur. Altıncı suala baxırıq. Hansı variantda ikili say sistemini təşkil edən simvollar düzgün göstərilib? 0 və 1 C variantı. Hansı yazılış yanlışdır? Baxırıq. İkili say sistemində 0 və 1 var, düzdür. Onluq say sistemində 0 və 1 var, düzdür. AB 16-lıq say sistemində var, doğrudur. İkili say sistemində bura baxın, D variantında 0, 1 olmalıdır. Ancaq burada 2 də var, ona görə yanlış D variantıdır. 8-lik say sistemində də 0-dan 7-yə qədər rəqəmlər ola bilər. Yəni ona görə Y variantı da doğrudur. Olur cavabımız D variantı. İkili say sisteminə verilmiş ədədlərdən hansı cütdür? Biz bu tipli suallarda ikilikdən onluğa keçib rəqəmləri də deyə bilərik hansının cüt olduğunu və yaxud da ki, belə sonlarına baxaraqdan, yəni daha rahat, asan yolla 0 olan cüt olacaqdır. Ona görə C variantı. 16-lıq say sistemində yazılmış ədədin hər bir simvolu neçə ikilik rəqəmə uyğundur? 16-lıq bilirik ki, 2 üstü 4 deməkdir. Ona görə hər bir simvolu 4-lük rəqəmə uyğun gəlir. 10-cu suala baxırıq. Hansı yazılış forması yanlışdır? Bilirik ki, burada BA, yəni 16-lıq say sistemində var, ona görə doğrudur. 9 16-lıq say sistemində var, doğrudur. 1A 16-lıq say sistemində var, doğrudur. AA var, təbii ki, A da var. Yəni 16-lıq say sistemində bu rəqəm var. Ancaq 16-lıq say sistemi 0-dan 9-a qədər gəlir və sonra A, B, C, D, Y, F olduğuna görə burada C yanlışdır. 16-lıq say sistemində C yoxdur. 11-ci suala baxırıq. İkili say sistemində verilmiş ədədlərdən hansı təkdir? Bu zaman yenə dediyim kimi sonu 1 ilə qutaran tək olur. Variantlara baxanda baxın, elə fərqli həm odur, həm də ikilikdən onluğa keçsək yenə baxarıq ki, bu tək ədəddir B. 12-ci suala baxırıq. Hansı variantda 8-li say sistemi təşkil edən simvollar düzgün göstərilib? 0-dan 7-yə qədər, ona görə olur burada B variantı. 13-cü suala baxırıq. Verilmiş ifadənin açılıq yazılışından istifadə etməklə 16-lıq qiymətini müəyyən edin. Burada 16-lıq say sistemində bilirik ki, 15 F-dir. Sonra 3-dən qüvvətə baxırıq. 2-yə düşüb doğrudur. 10 da A-dır. Sırayla yazmalıyıq. Burada sonra həqiqətən də qüvvət 2-dən 1-ə düşüb doğrudur. Bunun qarşısında heç nə yoxdursa deməli əmsal 1-dir. Əmsalları yazmalıyıq burada.
Sonra birdən sonra qüvvət sıfıra düşübdür. Qarşısında da heç nə yoxdur. O da deməli olur bizim üçün qarşısında 12 var. Üzr istəyirəm, 12 var. Baxın, burada qarşısında 1 var idi. Burada da 12 var. 16 say sistemində də 12 C-dir. Ona görə biz qarşılarını yazırıq. F, A, 1, C. Bu sualın digər nümunələri də var. İndi orada daha ətraflı izah edəcəm. 14-cü suala baxırıq. Hansı yazılış yanlışdır? Onluq say sistemində 0-dan 9-a qədərdir. Burada yazılış doğrudur. Yəni bütün hamısı var. 16-lıq say sistemində 1 də, B də, C də var. 8-lik say sistemində 0-dan 7-yə qədərdir. Bu rəqəmlərdə yəni 8-lik say sistemində var. 2-lik say sistemində 0 və 1 olmalıdır. Yəni 2-nin özü olmamalıdır. Ona görə burada cavab D variantı. 15-ci suala baxırıq. 15-ci sualda deyir ki, bu ifadəni biz qiymətini müəyyən edək. Baxın, burada əmsallar yazılmalıdır. 5 yazırıq. Qüvvət 2-dən sonra 1 gəlibdir, doğrudur. Burada ancaq əmsal qarşıda 0-dır, elə 0-ın yazırıq. Sonra 1-dən sonra da qüvvət 0 gəlibdir, ancaq əmsalı 7-dir. Ona görə yazırıq. Olur 507 Y variantı. 16-cı suala baxırıq. Burada da yenə eyni qayda ilə əmsalları yazmalıyıq. Burada qarşıda 1-dir, yazırıq. 4-dən sonra 3 gəlibdir. Yəni ona görə doğrudur da. Bu kanonik yazılış doğrudur. Bunun əmsalı 0-dır, yazırıq. 3-dən sonra 2 gəlibdir. Bunun da əmsalı 0-dır, yazırıq. 2-dən sonra həqiqətən 1 gəlib. Əmsalı da 1-dir. 1-dən sonra 0 gəlib. Əmsalı da 1-dir, yazırıq. Bu da cavab olur D variantı. 17-ci suala baxırıq. Bir say sistemində ilk 12 simvol verilibdir. Bu mövqeli say sistemin əsasını müəyyən edin. Baxırıq burada 0, 1, 2, 3 A gəlib, sonra A, B gəlibdir. Daha sonra buradan sonra gəlib 1, 0. Yəni buradan əvvəlkilərdən düzəlmə bir şey gəlib. 1 ilə 0, 1 ilə 2, 1 ilə 3, 1 ilə A, 1 ilə B. Daha sonra məsəl üçün gələcək 2 ilə 0, 2 ilə 1, 2 ilə 2, 2 ilə 3, 2 ilə A, 2 ilə B. Yəni bura təkrarlanma gedir bu digər tərəf. Ona görə bizə əsas ən birinci verilənlər hansılardır? 1, 2, 3, 4, 5, 6. 6 dənə. Ona görə olur əsası 6. Digərləri ilə bu əvvəlkilərdən yaranıb deyə bunlar. Yəni bunlar əsasını təşkil eləmir. Əvvəlkilər də əsasını təşkil edən. Onlar sayırıq, o da 6 olur. 18-ci suala baxırıq. Deyir yanlışı olanı seçin. 16-lıq say sistemində A da 3 də var. Doğrudur, bu səhv deyil. 10-luq say sistemində 0-dan 9-a qədər də doğrudur. 16-lıq say sistemində M yoxdur, 3 yanlışdır. 8-lik say sistemində 0-dan 7-yə qədər burada hamısı var, doğrudur. 10-luq say sistemində A yoxdur, yanlışdır. 16-lıq say sistemində K yoxdur, bu da yanlışdır. Cavabımız olur 3, 5, 6 A variantı. 19-cu suala baxırıq. Bu da bayaqçılar kimidir. Deyir x16-nı müəyyən edin. Kubu baxırıq. Burada 16 üstü 3-ün əmsalı 13-dür. 13 də bilirik ki, D-dir. Qüvvət 3-dən sonra normal yazılışda 16-nın kvadratı gəlməlidir. Ancaq burada 16 üstü 1 gəlibdir. 16-nın kvadratı deməli yoxdursa burada onun yerinə 0 yazmalıyıq. Daha sonra gəlir 16-nın kvadratının üstünə 16 üstü 1. 16 üstü 1-in də əmsalı 2-dir. Daha sonra 1-dən sonra da həqiqətən qüvvət 0 gəlibdir. Onun əmsalı 9-dur. O da olur D0, 2, 9, 16 say sistemində B variantı. 20-ci suala baxırıq. Hansı yazılış yanlışdır? 10-luq say sistemində 0-dan 9-a qədərdir. Bu doğrudur. 7-lik say sistemində 0-dan 6-ya qədərdir. 8-lik say sistemində 8-in özü yoxdur. Ona görə yanlış bu olur. 0-dan 7-yə qədərdir rəqəmlər. 21-ci suala baxırıq. 2-8-i müəyyən edin deyir. 8 üstü 5-in əmsalı 5-dir. Yazırıq 5. 5-dən sonra qüvvət 4 gəlməlidir. 4-ə aid burada nəsə görürük? Yox, yoxdur. Qüvvət 4 olan yoxdur. Ona görə yerinə 0 yazırıq. 4-dən sonra 3 gəlməlidir. Yenə qüvvət 3 olmalıdır. Yəni 8-in kubu olmalıdır. Var, yoxdur. Ona görə onun yerinə də 0 yazırıq. 8-in kubundan sonra 8-in kvadratı gəlməlidir. Gəlibdir və əmsalı 3-dür. Yazırıq əmsalın. 8-in kvadratından sonra 8 üstü 1 gəlməlidir. Bəli, 8 üstü 1 gəlibdir. Onun da əmsalı 3-dür. 8 üstü 1-dən sonra 8 üstü 0 gəlməlidir. O da yoxdur. Ona görə onun yerinə də 0 yazırıq. Bu da olur cavabımız A variantı. 22-ci suala baxırıq. Bayaqdan deməli bu əmsalları bir yerə yığırdıq. İndi isə bu əmsalları veribdi bizə. Deyir ki, bunu açıq formada yazın. Baxırıq burada 1-dir. Deməli əmsal 1 ilə olanı seçməliyik. Burada A da 2 ilə başlayıb, B də 8 ilə başlayıb silək. Və 0, 1, 2, 3, 4, 5. Deməli qüvvətimiz 5 ilə başlamalıdır. Burada D variantında 6 ilə başlayıb, Y variantında heç qüvvət yoxdur. Ona görə cavabımız olur C variantı. Baxırıq. Burada əmsalımız 1-dir. Həqiqətən də 1-dir. 1 vurulsun 8 üstü 5. Üstə gəlinsin. 2 vurulsun 8 üstü 4. Doğrudur. 3, baxın,
Deməli 8 üstü 0 o deməkdir ki, yəni deməli 8 üstü 3 yoxdur. Həqiqətən də yoxdur. Sonra 4 8-in vurulsun 8 kvadratı var, doğrudur. 8 sonra 3 gəlibdi. 3 vurulsun 8 üstü 1 doğrudur. Üzərinə gəlinsin 6 vurulsun 8 üstü 0. Yəni vəssalam. Burada olur C variantı. Nəsə əlavə bir sual olarsa şərhlərdə bildirməyi unutmayın. 23-cü sualı hesablayın. İkili say sistemində vurma verilibdir. Biz burada bunu iki qayda ilə edə bilərik. Ya ikinin bir vura bilərik, yəni ikili say sistemində bir-birinə vura bilərik və yaxud da ki, onluq say sistemində vurub onluq say sisteminə keçirib vurub bir-birinə, daha sonra ikili say sisteminə də keçirə bilərik. Hər iki qaydanı yazacağam. Sizə rahat olan üsulu siz özünüz seçərsiniz. Birinci yazaq 1 0 1 0 ikili say sistemində vurulsun. 1 1 0 1 ikili say sistemində. 1'i 0'a vuranda 0, 1'i 1'e vuranda 1, 1'i 0'a vuranda 0, 1'i vuranda 1'e 1. Üzerine gelsin 0 vurulsun 0, 0 vurulsun 1 0, 0 0 0 1'e vuranda yine 0. 1'e vuranda yine eyni şey alınır. 0 1 0 1. Yine 1'i vuranda 0 1 0 1. Daha sonra toplayan zaman 0 1 0 İkili burada cəm 2 eləyir. İkili say sistemində 2 yoxdur deyək. 2-dən 2 çıxırıq. Yazırıq burası 0. Burada 2-yə bərabər olduğuna görə 1 yadda. Burada 1-dir. 1 də yadda olur 2. İkili say sistemində yenə 2 yoxdur. 2-dən 2 çıxırıq. 0 yazırıq 1 yadda. 1 eləyir. Bura 1-in üzərinə 0 gələndə 1 də yadda 2 eləyir. İkili say sistemində yenə 2 yoxdur deyə 2-dən 2 çıxırıq. 0 yazırıq 1 yadda. Burada 1 eləyir. 1 də yadda olur 2. İkili say sistemində 2 yoxdur. 0 yazırıq 1 yadda və 1 də qarşıya gəlmiş olur. Cavabımız bu olur. Olur burada C variantı. İndi digər qayda ilə onluq say sisteminə çevirib ikiliyə keçməni də öyrədim. İkiliyə keçmək üçün asan yollardan biri 1, 2, 4, 8 və yaxud digər yolla da keçmək olar. Yəni üzərinə 0, 1, 2, 3, 4 nömrələyib 1 vursun 2 üstü 3 yazmaq olar. Üstə gəlsin 0 vursun 2 üstü 2 şəklində də yazmaq olar. Bu qayda daha rahatdır deyə mən bu qaydanı istifadə edəcəm. 10 eləyir. Onluq say sisteminə keçirəndə bu da eləyir 12, bu da eləyir 13. 13 eləyir 130 onluq say sistemində. Bunu da ikili say sisteminə keçirəndə 1, 2, 4, 8, 16, 32, 64, 128, 1 yazırıq, 130 eləyir, 128-dən 2-nin cəmi digərlərinə də 0 yazırıq və salam yenə C variantı almış oluruq. Yenə seçim sizindir, hansı sizə rahat gələrsə ondan istifadə edə bilərsiniz. 24-cü suala baxırıq, say sisteminin rəqəmləri artan sırayla verilir. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 say sistemində verilir. Bu say sistemində A və C rəqəminin cəmini 16 say sistemində ifadə edin. A 4-dür. 8 say sisteminin üstə gəlinsin. C də burada olacaqdır. 6, 8 say sistemində bunu deyir 16-lıq ifadə edin. 8-likdən 16-ya keçmək üçün ilk olaraq ikiliyə, sonra 16-lığa keçmək lazımdır. 8 say sistemindən ikili say sisteminə keçəndə 4-2-1 qaydası ilə eləyir 1, 0, 0. Üzərinə gəlinsin 1, 1, 0. Bunu da toplayan zaman olacaqdır 0, 1, 0, 1 də yadda 1, 1, 0, 1, 0. İkili say sistemində 16-lığa da onu keçən zaman 8, 4, 2, 1 yazacağıq. O da eləyəcək 8-dən 2, 10. Onu da 16-lıq say sistemində A hərfini ifadə edir. Olur C variantı. 25-ci suala baxırıq. Sinifdə ümumi 43 8 say sistemində şagirdi var. Sinifin 1, 0, 1, 1, 1, 2'lik say sistemində qız olarsa, sinifdə neçə oğlan olar? Cavabı onluq say sistemində ifadə edin. Biz bunu bir çox yollarla həll edə bilərik. Yəni 8-likdən 2-yə keçib, ikilik yollarla həll edib, daha sonra 16-lıq say sisteminə də keçirə bilərəm. Biz burada, yəni və yaxud da ki 16-lıq say sistemi, 10-luq say sisteminə hər birini keçib, ən sonunda 16-lığa keçirə bilərik. Düşünürəm ki, bunu etmək də ola bilər. Bu yolla gedəcəm, 10-luğa keçirəcəm. 8-likdən 10-luğa keçəndə 4 vursun, 8 üstü 1, üzərinə gəlsin, 3 vursun, 8 üstü 0. Eləyir 32, 32-nin üzərinə 3 gələndə eləyir 35. 10-luq say sistemində bu riyaziyyat istifadə etdiyimiz rəqəmlərdir. Bu 10-luq say sistemində verilən rəqəmi də biz ona 10-luğa, ikilik say sistemində verilən rəqəmi, daha doğrusu ədədi biz 10-luq say sisteminə keçirəndə 1, 2, 4, 8, 16 yazaq.
16 üzərinə 4, 20, 22, 23. 23 eləyir. 23 nəfər qızdırsa, deməli 35 ümumi şagird var. 23 qızdırsa 12 oğlan var. 12 də 16-lıq say sistemində bilirik ki, C hərfi ilə işarə olunur. 25-ci sualımız olur A variantı. 26-cı suala baxırıq. Sinifin 20%-ni əla qiymətlərlə oxuyan sayda şagird təşkil edir. Sinifdə olan uşaqların ümumi sayı onluq say sistemində ifadə edin. Əla. Deməli 1-0 1-0 ikilik say sisteminə onluğa keçməliyik. 1, 2, 4, 8. Burada olur 10 uşaq. 10 uşağın deməli x-in 20%-i 10 eləyibdir. Biz buradan x-i tapmalıyıq. X də bərabərdir, eləyəcək 50. 26-cı sualda cavabımız olacaq B variantı. 27-ci suala baxırıq. Onluq say sistemində verilmiş ifadənin nəticəsini ikili say sistemində ifadə edin. 3 vursun 10 kubu eləyir 3000. Üzərinə gəlsin 2 vursun 10 kvadratı eləyir 200. Üzərinə gəlsin 5 vursun 10 üstü 0. Nə üstü 0 olarsa bu 1 deməkdir. 5-i 1-ə vuranda 5 eləyir. Bu da eləyir 3205. Onluq say sistemində. Bunu deyir ikili say sisteminə çevir. İkili say sisteminə. İkili say sistemindən də çevirəndə asan yolla belə çevirə bilərik. 1, 2, 4, 8, 16, 32, 64, 128, 256, 512, 1024 və 2048. 2048, 1024 1 yazacağıq. 512-yə 0, 256-ya 0, 128-ə 1 eləyir 3072. Bu eləyir, qalır orada çatışmayanda. Digərlərinə 0, 5 çatışmır. O da eləyir 4 ilə 1-ə də 5. Bu da olur Y variantı. Və yaxud da ki, siz 3205-i bu qayda ilə, yəni 2-yə bölə-bölə də gedə bilərsiniz. Onluqdan 2-yə keçmək qaydası ilə. Bu daha asandır deyə mən bundan istifadə etdim. 28-ci suala baxırıq. İkilik say sistemindəki ədədlərdən hansı ən böyükdür? Yəni bu tipli suallarda təbii ki, ən uzun olan ən böyük olacaqdır. 1, 2, 3, 4, 5, 6, 7, 7 dənə. Burada 5 dənə. 3, 6, 6, 6. Burada A variant olur və yaxud da biz istəsək bunun, yəni hamısı 6 dənə simvoldan ibarət olsa, bu zaman biz onu onluq say sisteminə keçirə bilərik. Onluq say sisteminə keçirmək, məsəl üçün, üzərini nömrələyərik 2-nin qüvvətləri ilə. Məsəl üçün 1, 2, 4, 8, 16, 32, 64 və s. də. O zaman məsələn 64-dən istifadə olunubsa bu olur 64. Hansının aşağısında 1 yazılıbsa onları cəmləyirsən. Yəni ikilikdən onluğa keçirib elə də müqayisə aparmaq mümkündür. 29-cu suala baxırıq. Telefon mağazasında 30 ayağındakı sayda markalı telefonlar verilib. Mağazada ümumi bu qədər telefon var. Hansı say sistemində verilib? Deyir ki, A markalını toplayaq. 30 ayağında ikiz, üzərinə gəlinsin 1 markalı, 2 bir ayağında ikiz, üstə gəlsin 1 markalı, 5 ayağında ikiz, üstə gəlsin C markalı, 4 ikiz və D markalı telefon var. D markalı telefonu da bilinmir. Bilinir, 4 ayağında ikizdir. Bərabərdir, deyir cəmi 6, 3, 2. Deyir, biz bunu onluq say sistemində ifadə etmək üçün üzərini nömrələməliyik. İstənilən say sisteminə, onluq say sisteminə keçəndə vura-vura keçirik. Üzərini nömrələyək. Bu yazırıq 3 vursun 2 üstü 1, üstə gəlsin 0 vursun 2 üstü 0. Üstə gəl 2 vursun 2 üstü 1. Üstə gəlinsin 1 vursun 2 üstü 0. Üzərinə gəlinsin 5 vursun 2 üstü 0. Üzərinə gəlsin 4 vursun 2 üstü 0 bərabərdir. 6 vursun 2 üstü 1. Üstə gəlinsin 3 vursun 2 üstü 0. Burada 0-a hasil elə 0-ın özü elədiyi üçün o qalır. Bu eləyir 3 ikiz. Üstə gəl 2 ikiz. Üstə gəlinsin 1 ikiz. 5 2 üstü 0 da elə 2 üstü 0 1 deməkdir. 5-i də 1-ə vuranda 5. 4-ü 1-ə vuranda 4. Bərabərdir 6 ikiz. 3-ü də 1-ə vuranda 3. Üstə gələk 3. Bu da eləyir 5 ikiz 6 ikiz. Burada 1 vursun 2 üstü 0 eləyir 1. Eləyir 1. 3 ikiz, üstə gəlsin 2 ikiz, üstə gələk 1, üstə gələk 5, üstə gələk 4, bərabərdir 6 ikiz, üstə gələk 3. Burada eləyir 5 ikiz, üstə gələk 5 ikiz, üstə gəlinsin 10,
bərabərdir 6x üstə gələk 3, x də bərabər olur 7. Tapırıq ki, say sistemimiz 7'lik say sistemidir. Elə bundan da variant çıxır. Ancaq deyir ki, mağazada nə qədər telefon var, ona görə 6, 3 ayağında 7'ni 10'luğa keçirən zaman nə qədər telefon olduğunu bilmək üçün ümumi telefonu veribdi. 7'lik say sistemindədir. Biz bunu 10'luğa keçəndə vura-vura keçirəcəyik. 6 vursun 7 üstə 1, üstə gəlsin 3 vursun 7 üstə 0. O da eləyəcək 42, 42'nin üstü 3 gələndə eləyəcək 45. Yəni elə A variantı. 30-cu suala baxırıq. 16'lıq say sisteminə verib, deyirik 8'lik say sisteminə keçir. 16'lıq say sistemindən 2'li say sisteminə, daha sonra 8'lik say sisteminə keçməliyik. 16'lıq say sistemindən F, AS'ni birinci ikiliyə keçirək, daha sonra da 8'liyə. Birinci F bilirik ki 15'dir. 15'dir. F 15'dir. A 10'dur. C də 12'dir. İkiliyə keçirəndə 8, 4, 2, 1 qaydası ilə keçirəcəm. 1, 1, 1, 1, 1, 1, 10'luqda 10 isə 8 ilə 2 cəmidir, onlara 1, digərlərinə 0, 12 isə 8 ilə 4, digərlərinə 0. Bunu da sırayla yazacağıq biz bura. 1, 2, 3, 4, 1, 2, 3, 4, sonra 1, 0, 1, 0, 1, 0, 1, 0, 1, 1, 0, 0. Daha sonra bunu ikilikdə tapandan sonra 8'liyə keçəndə 3, 3 bölməliyik. 3, 3 bölən zamanda bu qayda ilə çatışmayanda da qarşısına sıfırlar əlavə edirik. Üzərinə yazırıq 4, 2, 1, 4, 2, 1, 4, 2, 1, 4, 2, 1, 4, 2, 1, 4, 2, 1. Burada olur 1, burada 7, 7, 6. Haradasa yanlışlıq eləmədim ki, yox. Bura olur 5, burada olur 4. 30-cu sualda olur cavabımız D variantı. 31-ci suala baxırıq. Hansı hesablama 8'lik say sistemində aparılıbdır? Biz bunu belə yaza bilərik. 6 da yaza bilərik. 45 üstə gəlsin 17. 7'nin üstə 5 gələndə eləyir 12. 8'likdə əgər toplasaq 12. 12 8'lik say sistemi yoxdur. 12'dən 8'i çıxarıq, yazarıq 4. Bu da 8'dən böyükdür deyə 1 yadda. 4'ün üstlərinə 5 gələrik. 1 gələrik 5. 5 də burada da 1 yadda qalmışdı. Olur 6. Həqiqətən də A variantı 8'lik say sistemində toplanıbdır. İndi B variantını bir dənə də yoxlayacağım. Bütün variantlara baxmayacağım. Fərqini bilək. 52 üzərinə gəlinsin. Bu arada 8'lik say sistemində 8 yoxdur. Yəni necə toplanma olsun. C variantını toplayım. 37 üzərinə gəlinsin 25. 8'lik say sistemində toplayan zaman 7'nin üzərinə 5 gələndə 12. 2 yazmalısan. 12 çıxılsın 8. 4 yazmalıyıq. 1 yadda. Sonra 3'ün üstə 2, 5. Bir də yadda olmalıdır 6. Ancaq burada 62 yazılıbdır. Ona görə C variantı yanlışdır. Yəni 8'lik say sistemində bu toplanmayıbdır. Yəni elə A variantını yoxlayanda gördük ki, A variantı uyğundur. 32-ci suala baxırıq. Onluq say sistemində verilmiş 27 ədədini ikili say sistemində göstərin. 2 yol var. 27'ni ya 2'yə bölə-bölə gedəcəyik və yaxud da ki 2'nin qüvvətlərini yazacağıq. 1, 2, 4, 8, 16, 32. 32 çox getdim. Bura qədər 16. Çünki 27'nin içində 32 yoxdur. Yəni yazmağın mənasız olardı. 16'nı götürəcəm. Üzərinə 8 gələndə 24. 24'ün üstə 3 gəlməliyik. Belə 1, 1, 0, 1, 1 olmalıdır. Yəni A variantı. 33-cü sualda onluq say sistemində verilmiş 15 ədədin ikili say sistemində yenə 1, 2, 4, 8. 16 yazmıram. Çünki 15'in içində 16 yoxdur. 8'dən istifadə elədim. 4'dən 12 elədi. 14, bir də 1. 4 dənə 1 olur cavabımız. Y variantı. 34-cü suala baxırıq. 8'lik say sisteminə yazılmış ədədin hər bir simvolu neçə ikilik rəqəmə uyğundur? 8, 2 üstü 3 olduğundan 3. Y variantı. 35-ci sualda ikili say sisteminə verilmiş bu ədədi onluq say sistemini ifadə etmək üçün 1, 2, 4, 8, 16 yazırıq. Bunlar üstəliklərdə toplayırıq. Hər birindən istifadə olunub. O da eləyir 24, 28, 30, 31. Yəni A variantı. 36-cı sualda AB 16'lıq ədədini onluq say sisteminə keçirin. Üzərini nömrələyirik 0, 1. 16'lıq say sistemində bilirik ki A 10'dur. 10 vurulsun 16 üstü 1 üstə gəlinsin 6 vurulsun. B də 11 üstü 0. O da eləyir 160. Üzərinə gəlinsin 6. 166. Bir dəqiqə.
6 hardan geldi? Burada 0 var. Burada 0 var. Sıfırı özüm 6'ya oxşatmışam. 0. 0 vurulsun. 11 üstü 0. B'de bilirik ki 11'de o eləyir. 0'ı vuran 11 üstü 0 1 eləyir. 0'ı da vuranda 0 eləyir. 160 da eləyir. Üzerine gəlinsin. 10 vurulsun 16 üstü 1. 11 vurulsun 16 üstü 0. O da eləyir 160. Üzerine gəlsin 11 171. C variantı. 37-ci suala baxırıq. İkilikdə 16-lıqda verir. Nəticəsini onluq say sistemində ifadə edin. Elə hər birini onluğa keçirək. Burada biz bilirik ki, bu 1, 2, 4. Bu 9'dur. Yox, 7'dir. 7 üstə gəlinsin. 7 16 say sistemində birlik onluq say sistemində də elə 7'dir. Üstə gəlinsin. 15 F 16 say sistemində də onluq say sistemində F 15'dir bilirik. İkilik say sistemində də 1 1'dir. Üzərinə gəlsin 1. Bu da eləyir 29, eləyir 30. 37-ci sualda cavab A variantı. 38-ci suala baxırıq. Bu ifadəni onluq say sistemində deyir. Hesablayın. Üzərini nömrələyək 0, 1 və bunu da belə asan yolla 1, 2, 4, 8 yaza bilərik. A neçədə 10. 10 vurulsun 16 üstü 1. Üstə gəlinsin 1 vurulsun 16 üstü 0. Üstə gəlinsin. Bu eləyir 1, 2, 4, 8. 9 eləyir. 9. Üstə gəlinsin 0, 1. 1 vurulsun 16 üstü 1. Üstə gəlinsin 7, 14. 14 vurulsun 16 üstü 0. Bərabərdir. 160. Üstə gəlinsin 1. Üstə gəlinsin 9. Üstə gəlinsin 16. Üstə gəlinsin 4. Bu da eləyir 20. Bu da eləyir 10. 30. 160'ın üstə də 30 gələndə. Burada 14'e 16 üstü 0'a vuranda eləyir 14 eləyir. Mən 4 yazmışam. Bu eləyir 30. Bu eləyir 10. 40 eləyir. 160'ın üstə də 40 gələndə 200. 39-cu suala baxırıq. Onluq say sistemində verilən 161 ədədini 16-lıq say sisteminə çevirəndə onluqdan istənilən say sisteminə keçəndə belə keçirik. 161 ona 16 yağa böləndə 10 dəfə düşür. Eləyir 160. Burada da 1 qalır. 16-lıq say sistemində bilirik ki 10 A'dır. A 1 olur. Cavab A variantı. 40-cı suala baxırıq. 5 F16 ədədini onluq say sisteminə keçirəndə istənilən ədədi onluq say sisteminə keçəndə vura keçirik. 5 vurulsun 16 üstü 1. Üstə gəlsin 15 vurulsun 16 üstü 0. Bu da eləyir 80. 80 üstə gəlsin 15. O da eləyir 95. C variantı. 41-ci suala baxırıq. Ədədini onluq say sistemində göstərin. Üzərini nömrələyirik. 16-lıqdan onluğa keçəndə istənilən say sisteminə onluq say sisteminə keçəndə vura keçirik. 10 vurulsun 16 üstü 1. Üstə gəlinsin 12'dir C birlik. Vurulsun 16 üstü 0. O da eləyir 160. Üstə gəlinsin 12. Eləyir 172. B variantı. 42-ci sualda deyir onluq say sistemində verilən 23 ədədini ikili say sistemində göstərin. Ya belə gedəcəyik çubuqlu bölməklə ya da ki 1, 2, 4, 8, 16 yazacağıq. 32, 23-cün içində 32 yoxdur deyə yazmıram. 16'nı götürürəm. 16 üstə 8 gəlir 24 eləyir. 8'i götürmürəm 0 yazıram. 4'ü götürürəm 20. 2 ilə 1'i götürürəm. Bu da eləyir 23. 1, 0, 0, 1, 1. Bu da baxırıq hansı variantdadır. C yox. Bir dəqiqə. 4'dən istifadə elədim də. 16, 20, 23. O da eləyir 1, 0, 3 dənə 1. O da C variantı. 43-cü suala baxırıq. İkili say sistemində bu ədədin onluq say sistemində göstərin. Üzərini nömrələyək. 2-ni qüvvətdən yazaq daha doğrusu. 1, 2, 4, 8, 16. 16'dan istifadə olunub, 4'dən istifadə olunub, 2'dən istifadə olunub, eləyir 22. D variantı. 44-cü sualda 16-lıq say sistemində 1 AC ədədini onluq say sistemində göstərin. Üzərini nömrələyək 0, 1, 2, 1 vurulsun 16 kvadratı üstə gəlinsin. A 10'dur, 10 vurulsun 16 üstü 1. C də 12'dir, 12 vurulsun 16 üstü 0. O da bərabərdir. 16'nın kvadratı 256, 1'ə də vuranda 256 eləyir. Üstə gəlsin 160. Üstə gəlsin 12'ni də 1'ə vuranda 12 eləyir. Bunları da toplayanda 428 edir. 45-ci suala baxaq.
Bu ədədi 16-lıq ədədi onluq say sistemində göstərəndə yenə üzəri nömrələnir. 4 vurulsun 16 üstü 1, üstə gəlsin 5 vurulsun 16 üstü 0. Eləyir 64, üstə gəlsin 5, 69 A variantı. 46-cı sualda 16-lıq say sistemində verilmiş 10 ədədini ikilik say sistemində göstərin. 16-lıq say sistemində verilib 10 ədədi. İkiliyə keçəndə bunu 10'u biz 8, 4, 2, 1 qaydası ilə 8 ilə 2-nin cəmidir. 4 ilə 1-ə də 0 yazacaq. 1, 0, 1, 0. O da olacaqdı. Daha doğrusu bu A deyil. Mən A-nı yazdım. Burada 1, 0 verib. Buna hərəsinə ayrı-ayrı baxmalıyam. Bu qayda ilə yazmalıyam. Bura 1, 0, 8, 4, 2, 1. 1 olur. 1 qarşısında 0. 0, 0, 0, 1'di. 1'in kodu. 0'ın kodu da heç birinin istifadə olunmur deyə 1, 2, 3, 4 dənə 0. Qarşıdakı 0'ın heç bir mənası yoxdur. Silinə bilər. O da olur. Burada A variantı. 47-ci sualda 1, 0, 0 onluq say sistemində göstərin. Yenə üzəri nömrələnəcək. 0, 1, 2, 1 vursun 16'nın kvadratı üstə gəlsin. 0 vursun 16 üstü 1 üstə gəlsin. 0 vursun 16 üstü 0. 256 üzərinə gəlinsin 0. Üzərinə gəlsin 0 o da eləyir 256. Yəni D variantı. 48-ci suala baxırıq. Onluq say sistemində göstərin deyir. 16-lıq say sistemində üzəri yenə nömrələnir. 1 vurulsun 16 üstü 1 üstə gəlsin. 10 vurulsun 16'lıq say sistemində bildik ki 10'dur. 10 vurulsun 16 üstü 0. Bu da eləyir 16 üstə gəlinsin. 10 eləyir 26. B variantı. 49-cu suala baxırıq. Verilmiş ədədlərdən hansı ən böyükdür? Bunlar istənilən say sisteminə verilib. Ona görə bunları biz onluq say sisteminə keçirib müqayisə edə bilərik. 0, 1 yazıram. Eləyir 4 vursun 16 üstü 1 üstə gəlsin. 1 vursun 16 üstü 0. O da bərabərdir. 64'ün üstə də 1 gələndə 65. Yenə üzəri nömrələnir. 1 vurulsun 16 üstü 1 üstə gəlsin. 10 vurulsun 16 üstü 0. 16 üstə də 10 gələndə eləyir 26. Bu onluqda verilibdir. Elə adi 81'dir. 0, 1, 5 vurulsun 16 üstü 1 üstə gəlsin. 0 vurulsun 16 üstü 0. O da eləyir 80. Buranı da ikilikdən onluğa da keçəndə yenə 0, 1, 2, 3, 4'də yaza bilərəm. Yenə 2'nin qüvvətlərini də yaza bilərəm. 1, 2, 4, 8. Bu da eləyir 12. Buralarda baxırıq ən böyüyü 81'dir. Ona görə cavabımız olur 49'da C variantı. 50-ci suala baxırıq. İfadələrdən hansı doğrudur? 75 elə riyaziyyatda bildiyimiz 75'dir. Onluqda verilib. Digərinə baxaq. İkilikdə onluğa keçərək 1, 2, 4, 8, 16, 32, 64. Bu eləyir 64, 72, 74, 75. Eləyir burada dedik 72, 74, 75. 75 75'dən böyükdür. Yox. Ona görə birinci səhvdir. İkinciyə baxırıq. 4 vurulsun 16 üstü 1. Üstə gəlinsin B'dəki bilirik ki 11'dir. 11 vurulsun 16 üstü 0. 64'ün üstə 11 gələndə eləyir 75. 75 75'dən böyükdür. Yox. B variantı da yanlış oldu. Burada hər ikisini deyir müqayisə elə. Bunları yenə üstünü nömrəliyim. 1, 2, 4, 8, 16, 32, 64. 64'ün üstə 8 gələndə 72. Üstünə 2 gələndə 74, 75. 75 kiçikdir. Görək nədən? 0, 1. 64, 64'ün üstə 11 gələndə 75. Yenə bu da C variantı da doğru deyil. 75, 75'dən kiçik deyil. Bura elə bu özü eləyir 75. Bu da verilibdir də yuxarıda elə 75 75'ə bərabərdir. Bəli, bərabərdir. Ona görə D variantı doğrudur. Y variantına da baxaq. Burada 75 kiçikdir 75'dən. Yox. Ona görə Y variantı da yanlışdır. 50-ci sualda olur cavab D variantı. 51-ci suala baxırıq. Onluq say sistemində verilmiş 130 ədədini ikili say sistemində ifadə eləyin. Bunu istəsək biz 2'yə bölə-bölə gedərik və yaxud da 2'nin qüvvətlərini yazarıq. 1, 2, 4, 8, 16, 32, 64, 128. 128 ilə 2'nin cəmi 130 eləyir. Digərlərinə də istifadə etmədiklərimə 0 yazıram. 1, 5 dənə 0, 1, 0, B variantı. 52-ci suala baxıram. 52-ci sualda onluq ədədini, onluq say sistemində veriləni deyir 0 müəyyən edin. 1024 bilirik 2 üstü 10'dur. 2 üstü 10'dan da bilirik ki biri var 1024'ü 2'yə bölə-bölə gedək. Biri də var ki 2 üstü 10 yazanda bilirik ki qarşıda 1 yanında 10 dənə 0 deməkdir. Ona görə burada neçə dənə 0 var? 10 dənə B variantı. 53'ə baxırıq. Bərabərliklərin sol tərəfi onluqdur. Sol tərəfi bu
onluqdur. Sağ tərəfi hansı say sistemində verilibdir? 5 ilə 8 13-dür. 13 bərabərdir 16 ayağında x. Bilmirik hansı say sistemində verilib. Üzərini nömrələyirəm. 13 bərabərdir 1 vurulsun x üstü 1, üstə gəlsin 6 vurulsun x üstü 0. Bu deyir 13 bərabərdir 2, üstə gəlsin 6, x də bərabər olur buradan 7-yə. Cavab olur D variantı. 230 ədədin 16-lıq say sistemində ifadə edin. 10-luqdan 16-lığa keçəndə bölə-bölə keçirik. Bu deyir bir dəfə məsələn 16, 7, 70-də 4 dəfə düşür. 64, 6. 14 bilirik 16-lıq say sistemində 7, Y 6 olur cavabımız Y variantı. 55-ci sualda ABCD simvolları uyğun olaraq verilibdir. Bu elə bir ki bu A'dır. Bu B'dir, C'dir, D'dir. CABD simvolları qaydalarla 16-lıq say sistemində yazılarsa. İkili ədədləridir. Biz bunu gəlin C hansıdır? 1 1 0-dır yazaq 1 1 0. Sonra A hansıdır? 1 0 0 yazaq. B 1 0 1. D isə 1 1 1-dir. Deyir bu ikiliyi 16-lığa keçirin. İkilikdən 16-lığa keçəndə də 4 4 böləcəyik. Və salam üzərinə də 8 4 2 1, 8 4 2 1, 8 4 2 1. 16-lıqda bilirik ki 12, 13, 13 bilirik D variantıdır. Burada olur 2, burada da olur 15'dir, 15'də F'dir. D2 F A variantı 55-ci sualda. 56-cı suala baxırıq. Deyir ifadənin hansı ən kiçik əsaslı say sistemini müəyyən edin. Üzərini nömrələyək. 0 1 0 1 0 1. 4 vurulsun 2 üstü 1 üstə gəlsin. 1 vurulsun 2 üstü 0 üzerine gelsin. 3 vurulsun 2 üstü 1 üste gelsin. 6 vurulsun 2 üstü 0 beraberdi. 7 vurulsun 2 üstü 1 üste gelsin. 7 vurulsun 2 üstü 0. Bu da eləyir 4 2 üste gel 1 üste gel 3 2 üste gel 6 beraberdi 7 2 üste gel 7. Burada da olur 7 2 üste gelinsin 7 beraberdi 7 2 üste gelinsin 7'ye. Bu halda misallarda belə o halda olanda burada istifadə olunan bu rəqəmlərdən hansının ondan bir vahid böyüyü götürülməlidir. Məsəl üçün burada ən böyük 7-dir. Onda deməli bu 8-lik say sistemindədir. 8-lik say sistemində verilibdir. Biz ən kiçik dediyinə görə 8-i götürürəm. 8-dən yuxarıda bütün bu say sistemlərində ödənilir bu misal. Deyir ki, ən böyük 2 rəqəmli ədədi. Ən böyük 2 rəqəmli ədədi 8-lik say sistemində 77-dir. Onu deyir 2-lik say sistemində müəyyən edək. 8-lik say sistemində 2 dənə ən böyük rəqəm 7 7-dir. Biz bunları da ayrı-ayrılıqda 2-lik say sisteminə keçsək 1 1 1-dir. 3 dənə 1, 1, 2, 3. Belə olur. 6 dənə 1 D variantı. 57-ci suala baxırıq. Ən kiçik ədədi göstərin. Burada onluğa hər birini keçirib müqayisə etmək lazımdır. İndi edək. 1, 2, 4, 8, 16. Bu da eləyir 16, 18. Birinci 18-dir. İkinci ilə 17 veribdir. 16 onluqda verilibdir, lazım deyil. C 16-lıq say sistemində onluqda da bilirik ki C 13-dür. 12'de 12'di. 2 4'e 0 1 yazanda bu delir 2 vurulsun 8 üstü 1 üste gelsin 4 vurulsun 8 üstü 0 16 16 üstte de 4 gelende eləyir 20. Bu digərinə baxaq 1 2 4 8 16 16 16 2 1 eləyir bu da eləyir 19. Burada da cevabımız en büyüğü olur 20 D variantı. Bir dakika. Üzr istəyirəm. Bizdən deyir ki, ən kiçiyi göstərin. Biz burada ən kiçik bilirik ki, burada C variantıdır 12. Ən kiçik 12-dir. 58-ci suala baxırıq. Üzərini nömrələyirik. Deyirəm böyük ədədi göstərin. 10-luq say sisteminə keçirməliyik. 1 vurulsun 16 üstü 1 üstə gələnsin. 6 vurulsun 16 üstü 0. Eləyir 96. Üstə də 6 gələndə 102. 24 ilə 24'tü. Onluq say sistemində veribdə hazır. Bunu 3-1'i keçirəndə 8-lik say sisteminə 3 vurulsun 8 üstü 1, üstə gəlsin 1 vurulsun 8 üstü 0, eləyir 25. 1, 2, 4, 8, 16. 16 ilə 1 bu eləyir 17. 0, 1, 2, 4, 8, 16. Burada da eləyir 20. Bizdən nəyə soruşur? Ən böyüyü deyir seçin. Burada da en büyüğümüz, ay Allah, səhv yazmışam bunu. 1 vurulsun 16 üstü 1 eləyir 16. 16'nın üstə də 6 gələndə edir 22. Burada da en büyük ədəd hansıdır? Baxırıq ki, C variantıdır 25.
59-da bu ədədin 8-lik say sistemini ifadə edin. 8-liyə keçmək üçün ilk olaraq ikiliyə, daha sonra da 8-liyə keçmək lazımdır. 2, 9-u yazırıq. Və 8, 4, 2, 1 qaydası ilə ikiliyə keçməliyik. Burada 0, 0, 1, 0, 9 isə 1, 0, 0, 1 olur. 0, 0, 1, 0, 1, 0, 0, 1 ikilik. Və biz bunu 8-liyə keçən zaman 3 ayırmalıyıq. 3 ayırıb bu sıfırlar ata bilərik. 4, 2, 1, 4, 2, 1. Bura olur 5, 5, 1. 59-cu salda cavabımız olur D variantı. 60-cı sala baxırıq. BB 16-lıq ədədin onluq say sistemində ifadə edin. Üzəri nömrələnir 0, 1. B 16-lıq say sistemində bilirik ki 11'dir. 11 vursun 16 üstü 1. Üstə gəlinsin 11 vursun 16 üstü 0. O da bərabərdir. O da eləyir 176. Üzərinə gəlinsin 11. 187. C variantı. 61-ci suala baxırıq. Deyirik 8-likdə verib, 16-lıqda verib ifadəsinin deyir nəticəsini ikili say sistemində göstərin. Biz bunu ikiliyə çevirib toplaya bilərik və yaxud onluğa keçirib onluqdan ikiliyə gətirə bilərik. Hər birini eləyə bilərik. İkilikdə də toplaya bilərik. Fərqi yoxdur. Amma gəlin onluğa keçirib elə toplayaq. 1 vursun 8 üstü 1, üstə gəlsin 6 vursun 8 üstü 0, üzərinə gəlsin 2 vursun 16 üstü 1, üzərinə gəlsin 3 vursun 16 üstü 0, bərabərdir. 8, üzərinə gəlsin 6, üzərinə gəlsin 32, üstə gəlsin 3. Eləyir bu 35, 41, 49. 49 ədədin onluqdan ikiliyə keçəndə də 1, 2, 4, 8, 16, 32 yazırıq, 32-ni götürürük, 48. Bir də 1 götürür 49. Digərlərində də 0 yazırıq. O da eləyir 1, 1, 0, 3 dənə 0, 1. 61-ci sualda da C variantı. Bugünlük bu qədər. Digər videolarda görüşmək üzrə.